Çok sağ olun, teşekkür ederim. Olur ya, başına gelsin. Elbette. İkimiz de. Bəli, Gel bəli. ikimiz de çekecek. 50'lik yubileyimden benim için ev hediyesi. Çok sağ olun. Təbrik edirəm. Çok sağ olun. Günü 30 münasibət. yıllık da evlilik hayatımızın Aa, bir tamam. teşekkür En güzel ederim. hediye. Tebrik ederim. En güzel. Çok sağ Ona olun. bir kəlmə söz deyim. Əlbəttə. Cənab Prezident, o 24 dekabr 2012-ci ildə Laçına, Ağzəbədə rayon Taxtaköydə Bəli. 552 saylı qəsəbənin açılışına gələndə siz demişdiniz ki, Evet. mən də onda xidmət edirdim. Siz demişdiniz ki, inşallah bundan torpaqlarımız azad olacaq. Evet. Bundan da yaxşı evlər tikib sizə haçaları mən təqdim eləyəndə siz mənə deyəsiniz ki, Cənab Prezident, bizim şəhərimizə, bizim kəndimizə xoş gəlmisiniz. Sağ olun, yaxın sağ olun. O vaxt 50 illiyimi Bəli, Şuralarla 50 illik, birlikdə qeyd bəli. etdim. Orada bizdə keçir, düzdür. 60 illiyimi Şuşada qeyd etdim, Cidir düzündə. Sizin sözlərinizi deyirəm. 44 günlük müharibədə hamımız bilirik da. Bizə də mən orada fraqment demək istəyirəm. O Almaniyanın jurnalisti Cənab Prezidentdən müsahibə götürəndə dedi ki, Qarabağ torpağı sizin üçün niyə əzizdir? Cənab Prezident dedi, bilirsiniz, da Avropanı Almaniya kimi nəhəng dövlətin jurnalistinə Cənab Prezident ani momentdə dedi ki, Bavariya sizin üçün nə qədər əzizdir, Qarabağ torpağı bizim üçün o qədər əzizdir. Sağ olun, Cənab Bir şey de demiştim, yadınızdadırsa, deyirlər ki, qondarma Dağlı Qarabağa, nə bilim, Arsağa müstəqillik verilməlidir. Öyle bunu Fransa'dan deyirlər. Dedim ki, mən razıyam bir şərtlə ki, onlara Marsel'də müstəqillik versinlər. Mən də oranı tanıyım.